Birinci oyunda 5 oyuncusunun hər biri xırda şəraflarla dolu qablardakı rəqəmləri tapmalıdır. Bütün iştirakçılar 2 dəqiqə ərzində üzərlərinə düşən vəzifəni uğurla icra edərsə, Amerika səyahətinə namizəd qonaq tapılan rəqəmləri toplamalı, 4 rəqəmlə kodu müəyyənləşdirib sandıqçanın qıfılına saxlıdır. Oyun verilən vaxt ərzində dayandırılsa, mərhələ qonağa 100 hal kazandıracaq. Vaxtımız getdi. Mən saatı işə saldım. Buyurun dostlar, cəld olmaq lazımdır. 1-1. Qurtları incitmeyin. Aha bax, ağziyərin biri var. Bəlkə xanım. Tapdı. Qorxanın biri var. Aha tapıldı birinci rəqəm. 1. Bəlkə xanım, biri yığın buradan. 1. Adresin şir tapdı. İkinci də tapıldı. Göstər. Aha, 3. 3'dü. 3 bəli. 3. 3 tapılıb. 3 tane rəqəm qalıb. Bu kimdir? Ay bax, qorxur kimsə. Aha, 3-cü rəqəm də tapıldı. Baxın, neçədir? 5. 5 bəli. 1, 3, 5. 2 rəqəm qalıb dostlar. O boyda ayı qorxur. Məlikə xanım, nəzər alın. Cəld. Kömək eləyə bilərsiniz, birinci mərhələdir. Cəld olaq biraz. 40 saniyə vaxtımız qalıb. Kağız var da üstündə, götürün. Bu kağız nədir üstündəki? Görmür onu, yoxsa o köynələr deyəsən. Kömək eləyin dostlar, kömək eləyin. 30 saniyə vaxt qalıb. Aha, bir də tapıldı, bir də rəqəm qalıb. Neçədir o? 6. 1, 3, 5, 6. Bir rəqəm də tapıldı. Tapıldı, göstərir bizə. Göstərir 0. 0 hansıdır? 0. Bir dəqiqə. Aha. Deməli 1, 3, 5, 6, 0. Yox, niyə saçılmadı? Bir dəqiqə, mən təzədən yığım onu. 1, 0, 3, 6, 5. Açıldı. Stop. Saat saxladıq və iştirakçıları dəvət edirik, gəlsinlər. 100 bal qazandınız, təbrik edirəm. Ən asan mərhələ idi, Məlikə xanım. Amma diqqətlə yəqin ki, oyunlarına baxdı. Çünki bilgisi var idi. Üzərində nömrə yox idi axı heç. İndi səs vermədə kömək eləyəcəklər. O qaydalara görə biz eləmişik ki, biraz çətin olsun. Qurtlardan da deyəsən iyrənirsiniz. İyrənmirəm, biraz belə kərtənkələ, sıçan, şol, sonra qurbağa ən çox qorxuram, ilan zat. Bir dənə heyvanlar sevirəm, pişiyi çox sevirəm, iti sevirəm. Ümumiyyətlə, tısbağam var evdə mənim. Tısbağa var evdə? Quş, tısbağa, pişik. Bu gün ilanın üstünə gedək biraz. Ay, yox. Və iştirakçılar öz aralarında səs verir ki, onlara görə ən zəif kimdir, amma sonda qərarı Məlikə xanım verəcək. Geyimləri də eynidir bu ara. Ecəm Moda evi sağ olsun. Ayaqqabılarına kimi hamısını eyni eləyib. Meymunu xüsusilə çox sevirəm. Meymun yaman canfəşanlıq eləyir. Canfəşanlıq eləyir, amma ayı lap belə üzülüb, arıq aydı. Deməli, bir nömrəli Məlikə xanım fikirləşir ki, 2 nömrə zəifdir. 2 nömrəli iştirakçı fikirləşir, yazır bizə göstərir. Ona görə zəif kimdir? 4 nömrəni yazır. Deməli, 2, 4, 3 nömrəli iştirakçı canavar yazır bizə göstərir. Neçədir o? Əllə göstərin, boşa düşmədim onu. 4'dür, aha. 4'də artıq 2 nəfər seçdi. 4'ün elə bədəni var imişdi mənim. 4 nömrəli iştirakçı kimi yazır? Yaman topuşdu. Kim olar Məlikə xanım? Topuş. Topuş belə, şirin, topuş. Biraz da kömək eləyim, yad eləməyim. 4 nömrə 2 və 5 nömrəli iştirakçı 2. Deməli, Məlikə xanım 3 nəfər 2-ni seçdi, 2 nəfər 4'ü seçdi. Amma mən istəyərdim ki, 5 nömrə geçsin. Çünki zəifdir, çox çətinlik çəkir. Mənə elə gəlir ki, burada 3 nömrə də xanımdır, 5 nömrə də xanımdır. Mən məsləhət görürəm, tələsməyin. Və son qərar. Mən istəyirəm ki, 5-dən başlayaq da belə. 5. Kim olar 5? Teatrda bizdə hamısı hündür boyzat, belə. Amma kimdirsə zərif, incə-mincə, gözəl bir xanımdır. Mənə elə gəlir.
Fəxriyə Nilpərdir, xoş gəlmisiniz. Axşamınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Gördünüz, mən dedim incə-mincə bir xanımdır, gördünüz? Qorxurdunuz da oradan siz? Çox qorxdum, çox inanılmaz. Hələ də həyəcanlıyam və belə olacağını heç təsəvvür eləmirdim. Məncə vaxtında çıxmısınız. Bax, Məncə də. görürsünüz, mən hiss elədim ki, qorxur. Hiss Vaxtında elədim. çıxıb, çünki Mən növbəti hətta mərhələ daha çətindir. bir biclik dediyim əlcəyi həmən tərsinə geyindim ki, bu hissəsinə toxunmayım, amma yenə də toxuna bilmədim. Biraz da oyunun qaydalarını pozmusunuz, elə yaxşı edirsiniz çıxardı. Hesab elirdim ki, güclüyəm, hesab elirdim ki, öhdəsindən gələcəm. Qurtlarla təmasda gördüm ki, yox, bu verilişdə iştirak eləmək üçün əziz tamaşaçılarımız və əziz burada növbəti dəfə iştirak edənlər mütləq cəsarətli olmanız lazımdır. Timsaha heç kim yaxın dura bilmirdi. Mən timsaha qorxmadan əl vurmuşdum və toxunanda onun hətta timsah soyuq olur buz kimi. Fikirləşdim ki, mən bunlara toxuna bilərəm. Amma qurtları görəndə... Yo, adamın əti ürpəşir. Amma doğru. deyim ki, Məlikə xanım, Fəxriyə xanım belə sizə daha çox kömək eləyə bilər suallarda. O da fikrini deyə bilər. Nə gözəl. Bilirəm ki, savadlı xanımdır, kömək eləyər. Hər halda əyləşirsiniz, çox sağ olun, yanımızdasınız. Şad oldum. Mən də çox şad oldum.